Xoş gördük əziz dinləyicilər. Bu günləri də demək olar ki, günümüzü Azərselin Azərbaycan xalqına vurduğu zərbə ilə gözümüzü açdıq. Mən bunlardan danışmayacağam, niyə belə eləyirlər, niyə belə eləmirlər. Çünki mən bu barədə çox danışmışam. Çünki ölkədə rəqabətli mühit yoxdur. Azərsel belə etdi, sabah Baksel də belə eləyəcək. Çünki rəqabətli mühit yoxdur. Baxın, mən sizlə danışanda, Avropadan danışanda bəzi ağzına çullu dovşan yetişməyən, yerləşməyən insanlar gəlirdilər. Avropa belə getdi, Avropa. Baxın, bugün dünyada artıq internet problemi qalmayıb. Bugün dünyada, Avropada internet provayderləri olsun, bu simsiz telefonlar olsun, artıq bunların tarifləri o qədər aşağı salınıb ki, demək ki, internet problemi yoxdur. İnternet demək olar ki, pulsuzdur. Şəhərlərdə, kəndlərdə, qəsəbələrdə, şəhər mərkəzlərində bütün insanların telefonları Wi-Fi-ya avtomatik surətdə daxil olur. Amma bizdə isə hər şeyin qiymətini qaldırırlar. Çünki artıq Azərselin alternativi yoxdur. Yəni, o nə edəcəksə, o hansı tarif qoyacaqsa, biz də o tariflə gedəcəyik. Mən onun qoyduğu tarifdən danışmıram. O insanları yağmalamaq üzərində qurub, insanların, necə deyərlər, pulunu oğramaq üzərində qurub öz işini, oradan əlavə insanları cərimə eləmək, oradan əlavə insanların cibindən yenə də pul yığıb haransa doldurmağı nəzərdə tuturlar. Yəni, bu belə bir aktdır. Azərselin yürütdüyü akt belə bir aktdır. İnsanları soymaq aktıdır. Yəni, sənin alternativin yoxdur. Bu günləri sən heç bir yerə qaça bilməsən, heç bir şəbəkəyə qaça bilməsən. Çünki Baksel də elədir, hər kəs elədir. Çünki alternativ mühit yoxdur, rəqabətli mühit yoxdur. Baxın, mən buna görə həmişə deyirdim ki, iradə və iradəsizlik. İnsanların iradəsizliyindən istifadə edib, insanların üzərinə gəlirlər. İnsanlar da hələ də yalnız içində çəkir bu məsələləri. Baxın, Avropanı bəyənməyən insanlar, buyurun. Bugün Avropada hər şey ucuzlaşmağa, yenə deyirəm, telefon provayderləri ucuzlaşmağa, insanların telefona, internetə əl çatımlığı tam surətdə artıq bitib, hər kəs şəhərin hər bir yerində artıq demək ki, pulsuz Wi-Fi var. Amma biz Qafqazda ən baha internet satan ölkəyi, ən baha telefon xidmətləri satan ölkəyi. Bax, budur. Bunu bəyənmirdiniz. Avropanı buna görə bəyənmirdiniz. Buyurun, bəyənmirsinizsə qəbul edin. Məsələ Avropada deyil. Məsələ biz Avropada olarıqsa, rəqabətli mühit yaranar və heç kəs xalqı bu qədər sıxmaz. Heç kəs xalqın bu vəziyyətindən istifadə edib onu yağmalamaz. Çünki ölkədə rəqabətli mühit yaranar və rəqabətli mühitdə isə heç kəs xidmətləri yuxarıya qaldırmır, əksinə aşağıya salır. Çünki aşağıya salmasa, yuxarıya qaldırsa, o öz məhsulunu sata bilməz, öz xidmətini sata bilməz. Buyurun, ona görə də mən deyirəm, bu bir yağmaçılıqdır, bu bir Azərbaycan xalqına necə deyirlər, belində od qalamaqdır, onun olan qalan qəpiyini də, manatını da ondan uğurlamaq cəhdidir. Kimlərsə bunu boykot edir, etsin. Yetər ki, cəsarətli olun, edin. Özünüz bilərsiniz, bundan işim yoxdur. Amma bilin ki, buna görədir ki, məhz bizi Avropa Birliyinə girməyə qoymayanlar, Avropaya getmək, amandır qoymayın, biz Orta Asiyaya gedək, amandır qoymayın, biz Bangladeşə gedək. Bax, buna görədir. Çünki biz Avropa Birliyinə daxil olarıqsa, Avropa Birliyinə doğru gedəriksə, ölkədə hüquq və ədalət olarsa, mənim bəsim, hər yerindən qalxan bir provayder nəyisə qaldıra bilməz və Azərbaycan xalqı üçün ucuz, demək olar ki, pulsuz başa gələn, nə bilim, qazı ona limitlə verilməz. Uşağına uşaq pulu verirlər və digər xidmətlər də onun ayağının altına sərilər. Amma ki, o Avropa mühitindədir. Haqq, ədalətin və hüququn olduğu ölkələrdə olur. Təşəkkür edirəm, diqqət çəkirəm.